Almalı Belediyəsinin sədri Əlsahib Mirzəyev kəndlərimizdə, ümumiyyətlə rayonumuzda rayon rəhbəri tərəfindən tövsiyə olunan təmizlik aksiyası keçiririk. Təmizlik aksiyası nəzdində Dəymədağ kəndində hal-hazırda cəmaatla bir yerdə iməci keçdik. Hardasa bir 3 hektar ərazidə olan zibillikləri yığışdırdıq. Ümumiyyətlə kənddə olan bütün zibillikləri yığışdırıb, təmizləyib, cəmaat arasında, xalq arasında təmizliyi də təbliğ edirik.